Dünyanın hər qaysı yerlərindəki görülmələr, hazır qatdanlar xeyirlik olsun. Mənim ismim Muzaffer. Bugünkü temamız olsa addi bir iş planı qanday tuzuldu, o doğrusunda düşüncə vermə. Hammalarına yaxşılıq görüşənlərini ümid qılma. Sodu planı deyilimiz, karxana sodu tipini bərpa qilish aldığın şərti astıda. Karxananın barlıq planını qanday əməl keçiriş və bərpa qilishni göstərir. Normalda 3 hukmdan yol çıxıdı. Birincisi mümkünçilik tədqiqatı, ikincisi sodu tipi, üçüncüsü sodu planı. Məsələn, bir gün siz sayat çıxdınız. Sayat qilish jarayonida nəhayət keng və yeşillik bir yer gördünüz. Və hazır cəmiyyətimizdə moda işlərindən biri bolğan qurilishçilik sahəsiyə kirginiz gəldi. Bu boş yerə bir sodu sarayı qursam qandaq bular deb oyladınız. Şəhər mərkəzindən jiroq sodu sarayı salsam bo'lmag'dak deb oyladınız. Tijorat mərkəzi qursam qandaq bular deb oyladınız. Lekin o'xshashlam şəhər mərkəzindən jiroq bo'lğaçqa bu uyingizdan voz kechdingiz. Ən axırda nəhayət ko'p və chiroyli dağçılarni salsam muvafiq bo'lg'idek deb o'ylashga başladınız. Bu bolsa soduna sodu fikri qismidan tug'ilishi. Bu fikrdan sodu tijorat qismiga kelish uchun har xil bosqichlardan o'tish kerak. Birinchisi bu yerning rayon plani nima? Men bu yerga uy sala olamadim. Ikkinchisi bahos muvofiqmi? Men bu yerga salgan uylarning bahosini yerning bahosidan yuqori sota olamadim. Uchinchisi yerning asosi qandaq? Yerning asti qandaq? Toshliqmi yoki sozliqmi? To'rtinchisi qurilishga qo'shiladigan xarajat omillari qaysi? Bu bo'lsa sodu planining mumkinchilik tadqiqoti. Mumkinchilik tadqiqoti deyimiz bu ishni fiziki jihatdan va iqtisodiy jihatdan qilg'ili bo'lamdi. Endi ishning qaror berish bosqichiga keldik. Bu ishga qaror bergandan keyin binokorlar chaqiramiz. Ular bilan birlikda projelar sizmiz və layihələrimiz. Bu işin sodu tipi qismi. İşimizdən üzlüksüzlükini və iqtisadi üzlüksüzlükini təminləyəməyəcəyimizni görüb çıxımız. İşini başlaş qismida binokorlardan injenerlarga ötküzüb verimiz. Qalımızda ötən layihə planlarını və binokorlarning təsdiqida ötən layihə planlarını projeye əks etdirimiz. Bundaq bolğanda bu layihələrni özümüzmü yaxşı düşünürüz və keyin satılğan insanlarımı yaxşı düşündürələyimiz. Bir layihə qılıb çıxırımız. Bu işin plan qismi.